Bu il Ramazan ayı boyunca hər gün birlikdə müxtəlif mövzulara toxunacağıq. İnsanların bu mübarək ayda mənəvi baxımdan təkmilləşməsinə yardımcı olacaq. Ramazan ayının hər günü mənəvi seyrin bir addımıdır. Ramazan ayı Allaha doğru gedən bir yoldur. Və Ramazan ayının hər günündə edilən dualar Allaha aparan yolun hikmətlərini bizə açıqlayır. Biz sadəcə dua etmirik, həm də nə istəməli olduğumuzu öyrənirik. Dualar təkcə istəklər deyil, dualar həm də bizə öyrədir ki, insan adlı varlıq nəyi istəməlidir, nəyi arzulamalıdır. Dualar bunu bizə çatdırır. Dualar bizə istəklərimizi artırmağı təlqin edir. İnsan istədikləri qədərdir, arzuları qədərdir. İnsanın həqiqi dəyəri onun arzularından asılıdır. Nə istəyirsənsə, nə arzuluyursansa, dəyərin də o qədərdir. Ona görə də Ramazan ayının ilk günündə Allahdan ibadətlərimizin həqiqi ibadət edənlərin ibadəti kimi olduğunu diləyirik və qəflət yuxusundan oyanmağı arzulayırıq. Ramazan ayında, Allah ayında. İnsan bioloji, ictimai və mənəvi bir varlıqdır. Ona görə də gördüyümüz işlərin bu üç qatı olmalıdır. Gördüyümüz işlər həm bizim mənəviyyatımıza, həm ictimai münasibətlərimizə, həm də cismimizə faydalı olmalıdır. Bizim hərəkətlərimiz həm zahirən gözəl olmalıdır, həm də başqalarına fayda verməlidir. Oruc və namaz da istisna deyil. Oruc və namaz sırf fərdi bir ibadət deyil. Oruc, namaz insanların ictimai münasibətlərinə müsbət təsir göstərməlidir. Oruc, namazın təkcə zahiri qaydalara uyğun icra olunması kifayət deyil. Orucun qəbul olunmasını bilmək istəyiriksə, baxmalıyıq, oruc bizim digər insanlara münasibətimizə nə kimi təsir göstərə bilib. O münasibətlərdə müsbət dəyişikliklər yarada bilib, oruc bizim ictimai əxlaqımızı gözəlləşdirə bilibmi? Əgər bunu edə bilibsə, o zaman bizim orucumuz oruc hesab oluna bilər. Oruc yalnız ac qalmaq deyil. Hədislərdə qeyd olunur ki, nə çox oruc tutan var ki, orucdan əldə etdiyi fayda yalnız ac qalmaqla məhdudlaşır. Amma oruc ac qalıb susuz qalmaq demək deyil. Oruc insanın mahiyyətində dəyişiklik yaratmalıdır. Oruc insanı insanlara qarşı mehriban etməlidir. Mərhəmət duyğularını insanlara aşılamalıdır. Oruc həm də nizam-intizama alışdırır. İnsani münasibətlərdə nizam-intizam amili olduqca önəmlidir. Və bütün bunlarla yanaşı, oruc və namaz insanı mənəvi baxımdan gücləndirməlidir. Bütün bunlar hamısı mühümdir və hamısından mühüm olan orucun insanı Allaha yaxınlaşdırmasıdır. İnsanın baxışında köklü dəyişikliklər yaratmasıdır. İnsan dünyaya Allah baxışı ilə baxmalıdır. Biz Allahdan ibadətlərimizin həm fiziki, həm ictimai, həm mənəvi baxımdan faydalı olmasını diləyirik. Ramazan ayında, Allah ayında. Bizim həyata baxışımız insani kimliyimizə uyğun olmalıdır. Yəni həyatın həm maddi, həm ictimai, həm mənəvi yönlərini görməliyik.